Salam əziz izləyicilər. Bugün Mart ayının 23-üdür. Mən bu tut ağacını calatdırdım. Bax, bu butağı kəsdik buradan, atdıq kənara. Bunu da kəsdik. Bu hissədən atdıq kənara və calaq vurduq. Məqsədim burada bu çatlamış tumurcuqların vəziyyətini göstərməkdir sizə. Yəni bax, tumurcuqlar şişib, çatlayıb. Tut ağacıdır. Çəkim ki bax, vəziyyətinə baxın tumurcuğun. Bax, bu vəziyyətdə tumurcuqların bu vəziyyətində calaq vurmaq olar. Gördüyünüz kimi burada iki tumurcuq var. Bunlarda birində 3 tumurcuq var, birində bir tumurcuq var. Bak, birində 3, digərində isə bir tumurcuq var. Abunə olsanız mən bunun inkişaf dövrünü də göstərəcəm. Necə inkişaf eləyir, neçə günə inkişaf eləyir. Bu haqda məlumatınız olsun deyə. Sağ olun, sağlıqla qalın. Kim abunə olmayıbsa abunə olsun. Bu inkişaf dövrünü də göstərəcəm, nə cür inkişaf eləyir və müəyyən qədər uzanandan sonra onu necə bağlamaq lazımdır ki, külək qırmasın. Bu şeyləri də sonki videoda inşallah yayımlayacağım. Sağ olun.